Monitorinqlər çərçivəsində sosial şəbəkələr üzərindən satışa çıxarılan müxtəlif arıqlama məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müayinələrin nəticəsində həmin məhsulların bir qisminin tərkibində qida məhsullarında istifadəsinə yol verilməyən, insan sağlamlığı üçün təhlükəli hesab olunan sibutramin maddəsi aşkarlanıb. Təəssüf ki, götürülmüş bütün nümunələrdə insan sağlamlığı üçün çox təhlükəli olan sibutramin maddəsi aşkarlanmışdır. Sibutramin ürək-damar sistemi xəstəlikləri, insult, infarkt riskini artıran, beynin iştah mərkəzinin fəaliyyətinə birbaşa təsir edən, çox ciddi psixi pozğunluqlara səbəb olan sintetik bir maddədir. Məhz bu səbəbdən dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda qida məhsullarının tərkibində istifadəsi tamamilə qadağandır. Hətta ölkəmizdə dərman vasitələrinin tərkibində belə istifadəsinə yol verilmir. Elə bu səbəbdən də onun qida məhsullarında və dərman vasitələrinin tərkibində istifadəsi qadağandır. Araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən məhsullar ölkəyə şəxsi istifadə məqsədi ilə gətirilsə də, sonradan sosial şəbəkələr vasitəsilə qanunsuz satışa çıxarılıb. Məhsullar Türkiyə mənşəli olduğu üçün qarşı ölkənin cavabdeh qurumuna da rəsmi müraciət ünvanlanmışdır. Agentlik vətəndaşlara təhlükəsizliyi və mənşəyi məlum olmayan, dövlət nəzarətindən keçməmiş məhsulları sosial şəbəkələr üzərindən əldə etməyi qətiyyən tövsiyə etmir və bu məhsulların qanunsuz satışını həyata keçirən şəxslərə bir daha ciddi xəbərdarlıq olunur. Çünki insan sağlamlığı və rifahı hər cür kommersiya maraqlarından üstün tutulmalıdır. Agentlik məhsulların ölkəyə idxalının qarşısının alınması məqsədi ilə istehsalçı ölkələrin aidiyyatı qurumlarına rəsmi müraciət edib. Faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanları da daxil olmaqla aidiyyatı dövlət qurumlarına müvafiq məlumatlar göndərilib. Həsən Məmmədov, Tərlan İbrahimova, NTV Xəbər.